Salam dostlar. Bu videoda mən sizə Creative Studio'ya daxil olaraq eksterior kateqoriyası üzrə layihə yaradılmasını göstərəcəm. Yeni layihə yaradırıq, layihəni adlandırırıq. Biz də eksterior kateqoriyasını seçirik. Hər hansı bir layihə adı verə bilərsiniz, öz sifarişiniz əsasında ya da hər hansı özel işiniz əsasında. Layihə açıqlaması yaza bilərsiniz. Biz bir formal bir bina fasadı yazırıq və daxil oluruq. Bizi belə bir pəncərə qarşılayır. Şəkil seç düyməsini klik edərək öz cihazımızdan bir şəkil yerləşdirək. Gördüyünüz bina şəkli artıq Bakıda kifayət qədər tanınan məşhur bir plazalardan biridir. Biz nümunə olaraq bu binanı götürdük. İndi keçək bu binanın fasadını dizayn etmə mərhələsinə. Burada binanın təyinatını seçirik. Bina ofis binası olduğu üçün ofis binasını seçirik və artıq hansı üslubda dizayn etmək istəyirik. Modern üslubu seçirik. Kreativliyə gəldikdə biz orta bir balansı qoruyuruq. 100%-ə qədər qaldıra bilərik, amma daha balanslı bir seçim edirik və render düyməsini klikləyirik. Hardasa render müddəti 30-40 saniyə, 60 saniyə çəkir. Və artıq render bitdi. Siz nəticəni görəcəksiniz. Bəli, budur. Artıq binanın fasad dizaynı hazırdır. Çox qısa bir zamanda və uğurlu alınıb. Növbəti fərqli bir təyinat seçək. Sıfırlayırıq bütün parametrlərimizi və binanın şəklini yenidən plana gətiririk və bu dəfə bizim seçimimiz otel seçimi edə bilərik. Neoklasik seçək. Əslində üslublar çoxdur. Hansı üslubu siz seçib test edib yoxlaya bilərsiniz. Artıq neoklasik üslubda biz bir də render test edirik. Artıq renderimiz başladı. Hardasa bir 30-40 saniyə ərzində artıq renderimiz hazırdır. Və biz qarşılaşma düyməsinə klik edərək binanın mövcud halını və render halını biz qarşılaşdıra bilirik. Hər bir renderdən sonra bu funksiyadan istifadə edərək siz yoxlaya bilərsiniz.